Salam, hər birinizi xoş gördük. UEFA Qızıl Top namizədlər cədvəlini yeniləyib. İlk beşliyi sizə təqdim edirik. 95% səslə ilk pillədən Barselonadan Rafinha qərarlaşır. İkinci yeri Paris Saint-Germain ulduz oyuncusu Ousmane Dembele. Üçüncü yerdə Barselonanın gənc oyuncusu Lamine Yamal. Dördüncü yerdə yenə Barselonadan bir oyuncu Pedri. Son beşlikdə isə Liverpool'un ulduz oyuncusu Muhammed Salah. Sizin fikrinizcə Qızıl Top kimin olacaq? Şərhləriniz bizim üçün önəmlidir. Videonu bəyənib abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.